Baxırsan uğurlu bir insanlara, onlar sənə danışırlar ki, bax planlı həyat, hədəfli, məqsədli, belə olmalısan, belə eləməlisən. Nə bilim, maliyyə savadlığına səni öyrədirlər ki, ay 10% kənara, ay nə bilim, belə bir şeylər. Baxırsan sağlam diyetologlara, nə bilim, bu nutrisiologlara falan, Orxan sənə deyir ki, bax belə qidalanmalısan. Başqası sənə deyir ki, yox, ancaq belə qidalanmalısan, keto diyet ya da nə bilim, başqa bir şey. Münasibətlərdə həmçinin sənə danışırlar ki, belə ailə olmalıdır. Bax belə. Sənsə çalışırsan podstrayvist eləməyə, uyğunlaşmağa, amma nə isə belə alınmır. Niyə? Bəlkə cavab bu sabahdadır. Çünki əgər sənin sabahın xaotik başlayırsa, belə oyandın, gözünü oxaladın, xaladinlik açdın, nəsə götürdün, ağzına soxdun, bitər nəsə yuyundun və getdinsə, bilmirəm hara, bilmirəm necə, bilmirəm nə üçün. O zaman nəyə əlini atsan da, heç bir şey sənin həyatında alınmayacaq, uğurlu. Nətərsə, necəsə belə də, yəni, başdan getdi alına bilər. Amma uğurlu və yaxşı alınmayacaq. Niyə? Çünki cavab bu sabahdadır. Dəfələrlə məndən soruşublar ki, ay necə belə bacarırsan, məsələn, sağlam qidalanmada da, necə filan bir şeysiz, necə... Bəzən yarım saatımı belə alıblar o barədə söhbətə. İnsan deyib ki, işte, maladiyet, sağ ol. Sağ ol? Yarım saatımı almışsan, nə sağ ol? Yəni, bu sənin üçün prosto maraq idi soruşmaq. Ona görə də mən belə çox nəysə danışmıram, belə soruşanda da pəhriz haqqında ya da başqa bir şey haqqında. Çünki insan bilməyincə ki, ona bu nə üçün lazımdır, əslində bu prosto maraqdır. Prosto prob eləyim də elə belə, yəni. Alınmayacaq, müvəqqəti olacaq. Nə olursa olsun, müvəqqəti olacaq. Bu dəqiqə soruş, yoldan keçən hər bir insandan ki, filan qədər bir pul istəyirsən aylıq, 1000 manat olsun, 2000 manat olsun. Niyə istəmirəm ki? Nə üçün? Qoy gəlsin fikirləşəcəm də. Bax, qoy gəlsin fikirləşəcəm də dedinsə, baxacam da dedinsə, olsun sonra baxarıq dedinsə, burası maraqdır. Heç bilmirsən nə üçün. Ona görə də ən önəmli və ən vacib bir sual hansını ki, sən özünə verməlisən, nə üçün? Əgər nə üçün bu sənə lazım olduğunu dəqiq bilirsənsə, o zaman bunun üçün həqiqətən də çalışacaqsan, edəcəksən. Sadəcə bilmək yox, sadəcə oxumaq, baxmaq yox, edəcəksən.